Biz indi 20 yanvar dairəsinə doğru yaxınlaşırıq. Burada biz məcburuq ki, qaydaları pozaq. Nə mənada? Qayda deyir ki, qarşıda gedən nəqliyyat vasitəsilə ara məsafəsini qoruyub saxlayın. Ancaq biz qaydalara uyğun şəkildə ara məsafəsini qoruyub saxlamış olsaq, sağda dayanmış avtomobillərdən hansısa bizimlə o avtomobilin, yəni qarşıda gedən avtomobilin ortasına özünü yerləşdirəcək. Biz də onu vurmamaq üçün məcbur qalıb tormozdan istifadə edəcəyik, düzdürmü? Belə olan halda da arxadan gələn nəqliyyat vasitələrinin bizi vurma ehtimalı böyükdür. Ona görə də çalış ki, çox ara məsafəsi saxlanasan. Bu bir. 2. Görsənmə, bax, piyada hardan çıxdı? Yolun hərəkət hissəsində dayanıblar. Təbii ki, qaydanı pozubdular. Ancaq sən düşün ki, hər an dayanmış nəqliyyat vasitələrinin qarşısından piyada çıxa bilər. Tələsmə qızım. Bax, qarşıda gedən avtomobilə dayanıb, qəza işıqlarını yandırıb, elə hesab edir ki, bu ona bəraət qazandıracaq. Ancaq o nəqliyyat vasitəsi də, sağda dayanmış nəqliyyat vasitələri də qaydanı pozur. Bax. Və qarşıda da DYP əməkdaşları dayanıb. 20 yanvar dairəsində 2-3 DYP əməkdaşı dayanıb, amma nədənsə burada dayanan nəqliyyat vasitələrini görmürlər. Biz qarşıdan sağa dönməliyik, yəni Ziya Bünyadov prospektinə doğru yan almalıyıq. Təbii ki, sağa dönərkən müvafiq zolaqdan dönməliyik, yəni sağ kənar zolaqdan dönməliyik və bizim üçün də diqqət eləsən, işıq forunun əlavə bölməsində daima sağa dönmə siqnalı bəli aktivdir. Yəni biz daima sağa dönə bilərik. Lakin sağa dönə bilmək üçün dediyim kimi sağ zolağı tutmalıyıq. Ancaq bu dayanmış nəqliyyat vasitələri bizim hərəkəti düzgün təşkil etməyimizə imkan vermir. Məcbur qalırıq ki, artıq onlara görə biz orta zolaqdan dönək. Aydın oldu. Burax əyləci, sola dönmə siqnalını yandır. Soldan gələnlərdən özünü qoruyaraq artır sürəti qızım, artır. Sağa dönmə siqnalını yandır. Ay sağ ol. Gör nə qədər maşına o maneçilik yaratdı. Sağa dönmə siqnalını yandır. Burada da biz sağ zolaqdan dönməliyik də Leyla, düzsün, tələsmə. Bax, dönmə siqnalını yandırmadan çıxır. Burax əyləci, artır sürəti. Ancaq yenə də məcbur qalırıq ki, yerdə tətbiq olmuş nişanlanmanın tələbini pozaq. Qazdan ayağı götür, tələsmə. Bura elə bir yerdir ki, 20 yanvar dairəsi. Başdan ayağa xaos. Sürücülərdən tutma, piyadalara qədər hər kəs sanki qarşısına məqsəd qoyub ki, mən qaydanı pozacam. İndi sola dönmə siqnalını yandır. Tələsmə, qarşındakı avtomobil hərəkətə başlasın. Sonra sol güzgüyə bax. Burax əyləci qızım, güzgüdən soldan gələnləri yəni yoxlaya. Burax əyləci. Düzəlt sükanı. Buyur, artır sürəti. Nisbətən artır. Və düz davam edirik. Söndür dönmə siqnalını. Gördüyün kimi, Leyla, nə qədər qayda pozan sürücü var və o sürücülərdən 99%-i bəy sürücülərdir, kişi sürücülərdir. Hansı ki, danışanda deyirlər ki, qadınlar maşın sürə bilmir. Görsəm, hamısı qaydanı pozur. Bir tək bizim qarşımızda dayanan ağ avtomobil ki var idi, Honda CR-V. O avtomobil xanımda onu idarə eləyən, o taksi kimi fəaliyyət göstərirdi. Yəni, Bakıdan Sumqayıta, Sumqayıtdan Bakıya orada dayanırlar, adam daşıyırlar. Yəni, təbii ki, indi taksi kimi fəaliyyət göstərən də müəyyən bir qazanc əldə eləməlidir. Amma bu o demək deyil də ki, qaydanı pozmalısan. Yəni, sən hər sürücüdən anlayış, hər sürücüdən qaydalara riayət etməsini gözləmə. Həmişə öz təhlükəsizliyini qoru. Birinci növbədə, çünki öz təhlükəsiz, özümüzün və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməliyik.